Alo, selam aleyküm, akşamınız hayır olsun. Akşamın xeyir olsun. Doktor, bu bel ağrısından sözümde filan ki neye girmek olunmaz. Elə bir yer vedre götürən kimi elə bir sinir nəsə, avtomat gibi vedre değil, ya da bir güngül 5 kilodan yukarı şey avtomat adamın elinden düşür. Yani çok möhkəm bel ağrısı var. Belə. Harda ağır beldə tutan da əldən düşür? Bəli, beldən. Əlindən düşür, əlində tutduğu. Elə bir çok vurur. Aha. Nə qədər vaxtı? Hardasa bir il yarım olar. Neçə yaşınız var? 65. Siz onu MRT elədib yoxladmışsınız mı? MRT elətmişsiniz mi həmin nahiyəni? Yox, elətirməm, şu yalandan deyim, elətirməm. Siz verilişin əvvəlindən mi qulaq asırsınız? Bəli. Mən orada dedim, o resept dedim, o resept elə, bel üçün resept dedim. O dedi, qarğın nə dedir, qarğın o var, mən bir aydılənmədim orada. Dedi, bir də tələsik deyirəm, bir xörək qaşığı xardal tozu, xardal qaşı için toz deməkdir. Aptekdə olur. Bir xörək qaşığı bal, bir xörək qaşığı duz, bir yumurtanın sarısı və 2-3 xörək qaşığı spirt və yaxud da ki, olmasa, əlac olmasa araq 40%. Belə qatırsınız, qarışdırırsınız, həmin yerə yaxmanı çəkirsiniz, üstündən strişlə bağlayırsınız, üstündən də bir şalla qalırsınız, qalır orada 40 dəqiqə, yandırmasa 1 saat, 2 saat, nə qədər qalsa çox, yandırsa 40 dəqiqədən sonra açın. Lap çox yandırsa, kimsə həssas olsa, qarşınıq həssaslı olsun da tez açsın. Hər halda yandırmaz. Çox sağ olun sualınıza görə də mən də sizə cavab verdim. Ancaq mütləq o MRT ilə yoxlanmalıdır. Bunu eləyim bir neçə gün, ağrınız azaldı, kəsdi. Kəsməsə, onda gələcəksiniz, ona baxacam, baxım görüm ona nə lazımdır. Yəni, müayinəlik dəqiqləşməlidir, yırtıq var, yoxsa orada sinir sıxılması var, protuziya deyirlər, nəsə boş yerə elə ağır olmaz, o şiddətli ağır olmaz ki, əldən nəsə düşsün yerə. Yenə deyirsən, çiynimdən tutur, boynumdan tutur, başa düşmək olar. Beldən tutan ağrı, əldə tutduğun nə isə məcbursansa yerə buraxasan, atasan, demək o qədər şiddətli ağır olur. Buna görə də mütləq yoxlanmalıdır təbii ki.